Qadınlar 5 il əskər gedir, saç düzümünü dövlət seçir, həftənin 7 günü işləyirlər. Şimali Koreya haqqında bilmədikləriniz. Tez-tez ballistik raket sınaqları ilə gündəmə gələn Şimali Koreya haqqında bilmədiyiniz çox şey var. Ölkə xəbər verir ki, Şimali Koreya mərkəzləşdirilmiş iqtisadiyyata və tək partiyalı sistemə malik olduqca qapalı və avtoritar ölkədir. Ölkə 1948-ci ildə qurulandan bəri Kim ailəsi tərəfindən idarə olunur. Şimali Koreyanın hazırki ali lideri Kim Chen-indir. O, 2011-ci ildə atası Kim Chen-ilin ölümündən sonra hakimiyyətə gəlib. Şimali Koreyanın paytaxtı həm də ən böyük şəhər olan Pxenyandır. Əhalisinin sayı 27 milyon nəfərdir. Bu ölkədə internetə çıxış çox məhduddur. Yalnız kiçik bir elitanın internetə çıxışı var. Vətəndaşların əksəriyyətinə məlumatlar ciddi şəkildə süzgəcdə keçirildikdən sonra ötürülür. Yalnız hökumətin nəzarətində olan 28 veb sayta daxil olmağa icazə verilir. Digər ölkələrlə məhdud ticarət və diplomatik əlaqələrə malikdir və vətəndaşlarının gediş-gəlişinə ciddi nəzarət edir. Çin Şimali Koreyanın ən böyük ticarət tərəfdaşıdır və əhəmiyyətli iqtisadi dəstək verir. Bu ölkə təxminən 1,2 milyon aktiv hərbi qulluqçusu ilə dünyanın ən böyük silahlı qüvvələrindən birinə malikdir. Kişilər təxminən 8 il, qadınlar isə 5 il hərbi xidmət keçir. Şimali Koreya hökuməti ölkədəki bütün mediaya nəzarət edir. Vətəndaşların xarici xəbər mənbələrinə daxil olmasına icazə verilmir. Hər bir evdə daim dövlət təbliğatı aparan və söndürülə bilməyən hökumət tərəfindən idarə olunan radio var. Cəmi 4 televiziya kanalı fəaliyyət göstərir. Bütün jurnalistlər Hakim Fəhlə Partiyasının üzvü olmalı və faktlara əsaslanan xəbərləri deyil, təbliğatı təşviq edən ciddi qaydalara əməl etməlidirlər. Burada xüsusən də Cənubi Koreya filmlərinə və ya musiqisinə baxanlar və dinləyənlər sərt şəkildə cəzalandırılır. İcazəsiz mediaya daxil olmaq və ya yaymaq antisosialist davranış hesab olunur və həbs, məcburi əmək və hətta edam da daxil olmaqla ağır cəzalara səbəb ola bilər. Dünyanın ən kasıb ölkələrindən biridir. Mərkəzləşdirilmiş planlı iqtisadiyyata və məhdud ticarətə görə adam başına düşən ümumi daxili məhsul aşağıdır, yoxsulluq geniş yayılıb. Lakin bu barədə məlumatlar gizli saxlandığı üçün tərtib edilən siyahılarda adı yoxdur. Milyonlarla insan qida çatışmazlığından və digər sağlamlıq problemlərindən əziyyət çəkir. Hökumət xarici səyahətləri ciddi şəkildə məhdudlaşdırır. Şimali Koreyalılara hökumətin icazəsi olmadan xaricə getməyə icazə verilmir. Bu ölkəyə gələn hər bir xarici turist də ciddi nəzarət altındadır və onların hərəkəti məhdudlaşdırılır. Şimali Koreya çipli şəxsiyyət vəsiqələri ilə ölkədən qaçanları izləyir və vətəndaşların ölkə daxilində gediş-gəlişinə nəzarət edir. Yerli əhali həftənin 7 günü işləyir. Hesabatlar göstərir ki, bir çox kişi gündə təxminən 13 saat, qadınlar isə 6-8 saat arasında işləyirlər. Bu ölkədə insanlara nə edəcəyini, nə vaxt yemək yeyəcəklərini və vaxtlarını necə keçirəcəklərini deyən